Ümumiyyətlə, fitoonkologiya deyilən bir sahə var ki, bir 10-15-ə yaxın cürbəcür bitkilər var. Onlardan ən görkəmlisi Viscum album, öksə otu. Ondan sonra acı yovşan, artezemiya. Ondan sonra andız, deviasil, yəni Azərbaycan, Rus, Latın dilində cürbəcür adları var. Burada da bizdə sxemlərdə onların adları var ki, onları da verə bilərik, göstərə bilərik. Amma fitoonkoloqlarımız var, fitoterapevtlərimiz var ki, onlar daha məndən yaxşı bunu bilir. Azərbaycanda bir xalq təbabəti mərkəzi, bir inteqrativ onkologiya mərkəzi yaradılmasına çox böyük zərurət var. Amma bunun arxasında bir kimsə durmur ki, bunu xalqımıza, millətimizə xidmət olunsun. O cəhətdən əlbəttə ki, bu vasitələr kömək edir, amma müalicə deyil. Kimsə desə ki, ancaq mən bununla müalicə edəcəm, yanlış olar. Onlar kompleks müalicədə bir element kimi ola bilər. Amma tək başına heç bir usul, nə kimi, nə cərrahi, nə şua belə heç müalicə deyil. Yardım eləyə bilir. Kəsib götürürsən şişi, yandırırsan, zəhərləyirsən, amma təsiri keçəndən sonra təzədən bərpa olunur.